5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində Beylər Eyyubovun qardaşı oğlu tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb. Məlumata görə o, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə, o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifədən azad edilən rəisi General-Mayor Həsən Eyyubovun qardaşıdır. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi General-Polkovnik Beylər Eyyubovun qardaş oğlanlarıdır. Saxlanılan Ruslan Eyyubov həm kimya sənayesi biznesi ilə məşğuldur, həm də bu sahədə tanınan NB Group şirkətinin rəhbəridir.